Salam, hər vaxtınız xeyir. Bu günləri bir çox istəkləri nəzərə alaraqdan biz reading işləyəcəyik. Deməli, biz düşündük ki, 2025-in yeni çıxan test toplumunun readingləri işləsək, daha əlverişli olar və o səbəbdən Passage 1-dən başlamaq istəyirəm. İlk məsləhətim o olar ki, ilk növbədə sizin readinglə işləməkdə bir probleminiz varsa, siz hər dəfə çalışın ki, readingi tamamilə oxuyasınız, əsas mənasını anlayasınız, daha sonra onun suallarını işləməyə başlayasınız. Mən özüm reading işləyərəkdən hansı tipslərdən istifadə edirəm, yəni hansı qaydalara uyğun gedirəm, onları sizə göstərəcəm. İnşallah sizə əlverişli olar. Başlamaq istəyirəm birinci 3 əsas açıq sualdan. Bu açıq sualları oxuduqda biz biraz da olmuş olsa mətnlə tanış olmuş oluruq. Məsələn, deyir ki, paragraf 1-dən important sözünün close meaningi, yəni ki, yaxın mənalısı. Burada paragraf 1-dən onun yaxın mənalısını axtararaqdan biz demək olar ki, paragraf 1-dən tanış oluruq. 8-ci deyir, paragraf 2-dən deməli bu mənaya uyğun olan bir söz tapın. Paragraf 2-ni oxuyaraqdan bu mənaya uyğun söz axtararaqdan biz demək olar ki, paragraf 2 ilə tanış olmuş oluruq. 6-cı sual deyir ki, 2 söz dəyişərəkdən bu cümləni davam etdirin. Bu cümləni biz axtarırıq. Hətta mən dərhal tapdım. Countries all over the world must come together to reduce using plastic and protect sea animals. Bu cümləni taparaqdan, indi məsələn mən dərhal tapdım. Lakin bəzən elə cümlələr olur ki, biz gərək bütün mətni oxuyaq ki, bilək bu cümlə əsasən hardadır, bunun ən kulminasiya yeri hardadır. O səbəbdən mən sizə deyim, açıq suallarla işləmək daha əlverişli olur. Açıq sualları işlədikdən sonra hansı qapalı sual harda yerləşdiyinin cavabını biz dərhal bilirik və dərhal bildiyimizə görə də suallara rahatlıqla cavab verə biləcəyik. İndi istəyirəm mən başlayım. Deməli, Passage 1. Today there are some significant environmental problems around the world. For example, there is a lot of plastic waste on Kenya's beaches. Deməli, əsas məqam plastic waste. People use plastic and about 10 million tons of plastic waste go to the oceans. There is a big problem for sea animals, especially for turtles. They eat the plastic litter because they think that's a fish and they die. Tamam, bu da vacib bir məqam ola bilər. Studies show that young turtles eat plastic more than the adult ones. Tamam. The other problem is that when there is a lot of plastic on the beaches, turtles find it difficult to lay their eggs. When they are lucky to lay eggs, baby turtles appear. But this time, baby turtles can't reach the ocean because of this waste problem. Turtles are not the only sea animals who suffer from plastic pollution. Over 100 million other sea animals die each year because of plastic waste. Countries all over the world must come together to reduce using plastic and protect sea animals because it takes more than 500 years for plastic waste to disappear completely. Tamam. Biz bəzi qeydlərimizi aldıq, mətni oxuduq və mətni başa düşdük. Mənə bəzən deyirlər, biz bu mətni işləmək üçün bütün sözləri bilməliyikmi? Mənim cavabım xeyr olar. Niyə? Çünki bizim bütün sözləri bilmək kimi bir imkanımız yoxdur. Hərdən olur ki, təbii ki də siz asan-asan sözləri bilməlisiniz. Məsələn, egg sözünü, lay sözünü, plastic sözünü, problem sözünü, appear sözünü. Çünki bu sözləri bilməsəz, adicə siz 6-cı testi edə bilməzsiniz. Sözlər dəyişməni edə bilməzsiniz. Lakin bütün çətin sözləri bilmək lazımdırmı? Xeyr. Hərdən elə olur ki, biz sadəcə cümlənin mövzusuna aid, cümlənin anlamına aid biz nə demək istədiyini dərhal anlayırıq. Dediyim kimi keçək birinci açıq suallara. Which word from paragraph 2, ikinci paragraf, hər zaman qeyd aparın. Qeyd apardıqda sizə hər şey daha asan gələcək, hər şey gözünüzə girəcək. From paragraph 2 best fits the following definition: to keep somebody or something safe. Tamam. Turtles are not the only sea animals who suffer from plastic pollution. Over 100 million other sea animals die each year because of plastic waste. Countries all over the world must come together to reduce using plastic and protect
protect sea animals because it takes more than 500 years for plastic waste to disappear completely. Bizə nə deyir? Kimisə, nəyisə qorumaq. Burada o sözə aid tam olaraq yaxın bir məna, yəni bu verdikləri cümləyə aid protector. Və biz bilməliyik ki, bizə bir fiil veribsə, biz onu mütləq şəkildə to ilə yazırıq. Yəni to protect. Düzgün cavabımız to protect olacaq. Yəni yenə deyirəm, sizin söz bazanız sıfırdadırsa, bu cür açıq testləri etməyiniz mümküniyyətsizdir. İndi qapalı testləri niyə demirəm? Çünki qapalı testlər elə olur ki, məsələn, uşaq atır, çünki buraxılışdır, yəni 4 səhv bir düzə aparmır deyə uşağın elə bir atmaq imkanı var. Keçdik, deməli, 5-ci suala. Write the close meaning of the word important from paragraph 1. Bizə deyir ki, paragraf 1-dən important sözünün sinonimini və ya yaxın mənalısını tapın. Today there are some significant, dərhal tapdım, environmental problems around the world. İndi baxaq, digər sözü varmı ona yaxın? For example, there is a lot of plastic waste on Kenya's beach. People use plastic and about 10 million tons of plastic waste to the ocean. This is a big problem, especially mən düşünürəm ki, burada daha bir sinonimi yoxdur. O səbəbdən dərhal significant sözünü yazıram. Və bilməliyik ki, isimdirsə, məsələn, yenə də close meaning istəyir və definition veribdir və biz onun, deməli, izahını verməliyik, yəni söz tapmalıyıq mətndən. Bu bir isimdirsə, sayıla biləndirsə, artiklını ver. Feildirsə, tunu ver. Deməli, sifətdirsə, sadəcə mətndə olduğu kimi ver. Yəni, artıq əski səndən bir şey istəmir. Bu qeydə aparın. Keçək digər suala. Deməli, countries all over the world. İstəyirəm ki, buranı təmizləyim ki, bizə asan olsun bunu yazmaq. Deməli, countries all over the world. At least 2 words. At least 2 words deyibdir. Nə ondan az, nə ondan çox. Anla ki, yəni, qayda budur. Dəyişməsən 0. Birini dəyişsən, yarım bal. Birini düz dəyişsən, birini səhv dəyişsən, yenə yarım bal. Lakin sən 2 dənəsini dəyişmisənsə, onlar doğru olsa belə, sən 3-cünü özündən əlavə eləmsən və 3-cü düz deyilsə, səndən bal kəsilmə imkanı yüksəkdir. Yəni, 2 dənəsini istəyir. 2 dənə %100 bildiyini yaz. Onlar tamamilə düz olsunlar, tam olaraq mətnə uyğun olsunlar. Başqa səndən heç bir şey istəmir. Başlayaq. Burada countries all over the world. Bunu dərhal biz zaten mətni oxumamışdan əvvəl tapmışdıq. Üzr istəyirəm. Deməli, countries all over the world must come together to reduce using plastic and protect sea animals. Deməli, countries all over the world. Must veribdir. Must-ı dəyişə bilərik. Have to. Come together to reduce. Have to come together. Hətta indi come together'da biz buraya yaza bilərik. Have to gather. To reduce'un sinonimi verib. Release. Using plastic. And protect. Protect'i biz burada olan save kimi verə bilərik. And save. Sea. Animals'ı isə creatures kimi verə bilərik. Sea creatures. İndi siz gördüyünüz kimi mən burada neçə dənəsini dəyişdim. Gəlin burada diqqət eləyək. Have to dəyişdim, gather dəyişdim, release'i dəyişdim, daha sonra save dəyişdim, creatures dəyişdim. Yəni çalışın ki, söz bazanız 10-cu sinifsinizsə, söz bazanız
çox yüksək olsun. Yəni yüksək olsa bu yalnız sizin üçün əlverişli olacaq. Niyə? Çünki bir cümləyə baxıb o cümlədə siz minimum 2 dənə sözü dəyişə biləsiniz dərhal. Yəni söz bazanız yüksəkdirsə. İndi burada at least 2 istəyir. Biz də sizə uyğun düzəldək ki, burada düz cavab necə ola bilər. Deməli, countries all over the world must come together to reduce. All over the world must qalsın, must gather. To asan sözləri dəyişim. To elə reduce dəyişim, release və ya decrease. Release, decrease, using plastic and protect və ya protect'i də dəyişə bilərsiniz. İndi 2 dənəsini istəyir deyə 2 dənəsini yazdım və cümləni təbii ki də qurtarmalısınız. Cümləni axıra qədər yazmalısınız, nöqtəyə qədər. Keçdik digər suala. İndi istəsəniz 4-dən 1-ə qədər gedə bilərik, istəsəniz 1-dən 4-ə qədər. Lakin mənim sizə məsləhətim ondan ibarətdir ki, birinci sualı çalışın axıra saxlayın. Yəni siz bütün bu sualları işlədikdən sonra zaten birinci sualın cavabını dərhal tapacaqsınız. Yəni bu heç bir çətinlik verməyəcək sizə. Çalışın əlinizdən gələn qədər deməli 4, 3, 2-ni və açıq sualları yazın. Daha sonra keçin birinci suala. Başlayaq. Turtles are not only sea animals that. Zaten biz bu mətni demək olar ki, bu suallara görə neçə dəfə oxuduq. Ona görə biz məntiqi düşünək. Söz bazamızda var zaten. Turtles are not the only sea animals that protect their babies. No. Pollute the environment. No. Əksinə, onlar o pollution'a görə ziyan çəkirlər. Litter the beaches. Zaten B ilə C eyni mənaya gəlirlər. Clean the polluted beaches. Xeyr, elə bir söz yox idi. Are affected by plastic waste. İndi görək o cümləni biz hardan tapırıq. To reduce protection caused it more. Deməli. The animals each year. Turtles are not only sea animals who suffer from plastic pollution. O səbəbdən bizim doğru cavabımız Y bəndə olacaq. Keçirik 3-cü suala. Nə deyir? Deyir ki, why can't the baby turtles reach the ocean? Birinci cavabları oxuyaq. Ki cavablara uyğun mətndə də bu cavablardan birini görən kimi düz götürək. Cause of much litter on their way to the ocean. Cause they lay eggs on the seashores. Cause they eat a lot of eggs on the beaches. Cause their plastic waste on the beaches. The plastic waste on the beaches makes it impossible. Zaten məntiqi olaraq dərhal bilmək olar ki, 4-cü düzdür, 1-ci düzdür və düz cavab 1-4 olacaq. Lakin gəlin baxaq. Why can't the baby turtles reach the ocean? Onlar niyə o okeana çata bilmirlər? Balaca turtle'lar. Baxaq. Today there are some significant environmental problems around the world. For example, there is a lot of plastic waste on Kenya's beaches. People use plastic. There is a big problem. They eat, especially for turtles. They eat the litters because they think it's fish and they die. Studies show that young turtles eat plastic more than the adult ones. The other problem is that when there is a lot of plastics on the beaches, turtles find it difficult to lay their eggs. When they are lucky to lay eggs, baby turtles appear. But this time, baby turtles can reach the ocean because of this waste problem. Ən əsas cümləmiz, hardan ki biz bütün cavabı tapacaq, bu cümlələrdə. İndi gəlin onlara uyğun cavabı da götürək. Deməli, cause of much litter on their way to the ocean. Tamamilə doğru. Zaten orada Hələ də demişdi ki, qabaqlarında çox deməli tullantılar var deyə onlar çata bilmirlər. Cause the plastic waste on the beaches make it impossible. Zaten 1 ilə 4 demək olar ki, bir-birlərinin sinonimidir. Tamamilə doğrudur. 2 ilə 3 aid deyil. False istəyir. Yenə deyirəm. Bir testi işləmək istəyirsinizsə, mütləq şəkildə onun üzərində qeydlər aparın. False istəyir, dərhal false-u bu cür qarala. Yəni, təbii ki də sənin imtihanda qırmızı ruşkan olmayacaq. O səbəbdən bu cür götür. Hətta, yəni, sən biraz diqqətsizsənsə, bura hətta false sözü belə yaz ki, gözün qabağında olsun. Biləsən ki, səndən nə istəyirlər. Bizdən false istəyirlər. Oxuyaq. The turtles die because of eating plastic waste. Tamamilə doğru. Adult turtles eat plastic more than the young ones.
Gəlin baxaq. Deməli, they eat the plastic litter because they think that it's a fish. Studies show that young turtles eat plastic more than the adult ones. Yəni ki, cavanlar, balacalar böyüklərdən qat-qat çox yeyirlər. False istəyir. Burada bizə nə deyir cümlədə? Deyir ki, böyüklər cavanlardan qat-qat çox yeyir. Təbii ki də səhv olacaq. Gəlin digər cavablara baxaq. Plastic litter is a great problem for the turtles. Bu təbii ki də doğrudur. Zaten mətn ondan danışır. Plastic waste disappears in 500 years. Bu sonuncu cümlə idi. It takes them more than 500 years for plastic waste to disappear completely. Keçirik Y bəndinə. It's important to keep beaches clean from waste. Təbii ki də, yəni sənin biraz məntiqin varsa, heç məsələn D bəndini qoydum qırağa, tamam, onu oxumalısın. Lakin A, B və Y-ni oxumadan belə sən düz cavab tapa bilərsən və bizim düz cavabımız C bəndidir. Və əsas moment. The passage is mainly about. Mətin nədən bəhs edir? The ways to reduce litter. Of your reducing litter. Məncə bu düz deyil. Təbii ki də o haqda danışırdı. Lakin əsas məqam, kulminasiya məqamı oydu mu? Xeyr. Modern places of Kenya tamamilə xeyr. Adult sea turtles on the beaches. Tamam, qalsın. Turtles sözü var, bizi biraz çaşdıra bilər. Görək nə deyir sonra. The life of baby turtles. Tamam, görək. Çünki turtles sözü var, bizi bəlkə çaşdırır. Nə demək istəyir görəsən? The result of plastic waste. Tamam, bu da sual altında qalsın. İndi görək. Bu C, D, Y bizdə niyə qaldı? Baxın. Deyir ki, adult sea of turtles on the beaches. Bəyən mətndə, lakin yalnız adultlardan danışırdı. Adult bizdə nədir? Yetkin. Yalnız böyüklərdən danışırdı. Burada deyirik ki, həm baby turtleslar var, həm digər sea animalslara bu problem yaşadır. Təbii ki də C bəndi gedir. Keçdik D variantına. The life of baby turtles. Baby nədir? Körpə. Bəyən mətndə yalnız körpələrdən danışırdı. Bizə burada demirdimi ki, deməli, young turtles eat more than the adult ones, daha sonra adult ones lay eggs və s. və ilaxır. Təbii ki də D də olmaz. O səbəbdən bizdə qalır Y bəndi. Bəs niyə Y soruşsaz? Cavabımız. The result of plastic waste. Deməli, plastik tullantıların sonucu. Rezultatı, yəni axırda olan final result. Və təbii ki də mətn ondan gedir. Niyə? Çünki tam olaraq həm birinci, həm ikinci paragrafda bizə deyirdi ki, bu cür problemlər nələrə gətirib çıxarır. Yəni biri gətirir çıxarır ki, turtleslar problemi yaşayır, biri gətirib çıxarır ki, digər sea animalsların ölməsinə səbəb olur, biri gətirib çıxarır ki, 5 years-a belə güc bəla ilə o disappear edilir. Yəni bir çox problemlər var. Hətta Kenyada olan bir problemdən belə, beacheslərdə olan problemdən belə danışır. O səbəbdən bizim doğru cavabımız Y bəndi olacaq. Deməli, sonda bizə qalan nə oldu? 7-ci sual. Və mən düşünürəm ki, 7-ci suala uyğun, deməli, başqa bir video çəksək, zaten o video paylaşılacaq. Hansı ki, what can we do to save our planet? Tipslər deyiləcək, nə yazmaq önərilir deyiləcək, nə yazmaq daha məsləhətlidir deyiləcək, biz necə yazırıq, bizim şagirdlərimiz necə yazır və s. və ilaxır. Və hər şeyin izahı tamı-tamında veriləcək. O səbəbdən indi sizinlə sağollaşıram. Ümid edirəm ki, hər şeyi izah edə bildim. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.